Salam hörmətli izləyicilər. Bugünkü bölməmiz çoxüzlülər, onların səthi və həcmidir. Deməli, birinci bölməmiz çoxüzlülərdən prizma və onun elementləridir. Bu tip izahlardan xəbərdar olmaq üçün kanala abunə olub bildirimləri aça bilərsiniz. Keçəyin suallara. Deməli, birinci sualda bizə deyilir ki, oturacağı üçbucaq olan prizmanın neçə üzü var? Deməli, oturacaq üçbucaqsa, üçbucağın 3 dənə nəyi var? Tərəfi var. İndi üzlər sayı n plus 2 düsturu ilə tapılır. İndi harada n var, yerinə 3 yazın. 3 üzəri 2 bərabərdir, olar müsbət 5. Deməli, birinci sualda doğru cavab oldu A variantı. Baxaq misal nömrə 2-ci suala. Deyir, ABCD düzbucaqlı paralelped verib, olarsa paralelpedin hündürlüyünü tapın. Əvvəla, həmin paralelpedi çəkək. Eynisində bunu aşağıdan yaradaq. Ben de birləşdirdik. Burada qırıq-qırıqdır. Qırıq-qırıq olmağın səbəbi, yəni ki, bura görsənmir. İndi A, B, C, D yazırıq. Bax, bura A, B, C, bir də D. İndi A, A1 olsun, B, B1, C, C1, D, D1 olsun. İndi paralelpedin bax, diaqonalını verib bizə. Oturacağın diaqonalını verib, bir də paralelpedin öz diaqonalını verib. Bunlar diaqonallardır. İndi bizə deyir ki, bucaq B1, DB, B1, DB, B1, DB, bax bu bucaqdır. Bu alfa bucağı. Neçə dərəcə verib bizə? 45 dərəcə. Sərgəli yazaq, bura olsun 45. İndi AD neçə verib bizə? AD-ni verib 8. Sonra AB neçə verib bəs? Burada verib bizə 6. İndi bizə nə istəyir bəs? Paralelpedin hündürlüyü. Bax, bura hündürlüyüdür. Həm də tillərdə belə deyək. İndi mən burada nə edəcəm? Paralelpedin düzbucaqlı paralelpedsə, bax bu düzbucaqlıdır. 6, 8 Pifagor teoreminə görə bura olar 10. İndi burada düzbucaq olduğuna görə 45-dirsə, burada neçə dərəcə düşməlidir? 45 dərəcə düşməlidir. Bura 10-dursa, deməli burada 10-dur və bütün tillər nə deyir? 10-a bərabərdir. Yazırıq bura 10. Deməli, ikinci sualda da doğru cavab müsbət 10-a bərabərdir. Baxaq növbəti suala. Misal nömrə 3-ə. Deməli, üçüncü sualda yenə də paralelped verib. B1, DB bucağı nə qədərdir? 45. Bax, bura verib 45. 4 ilə 3 buranı veribsə, Pifagora görə bura olur 5. Çünki bura 90 dərəcədir. Bura 5-dirsə, 45, 45, bax onda burada 45-dir. Bura düz bucaqdır. 5-dirsə, bax burada 5 olur, burada 5 oldu. Yenə də hündürlük nə oldu? Burada üçüncü sual, doğru cavab B variantı. Keçək növbəti suala. Üçüncü sualda yazırıq. Misal nömrə 4. Dördüncü sualda görək nə deyir bizə? Deyir, 6 bucaqlı prizmanın neçə diaqonalı var? Ümumiyyətlə, diaqonallarının sayı n vıraq, n-3 düsturu ilə hesablanır. 6 bucaqlısa n-in yerinə 6 yaz. Yəni 6 vıraq, 6-3-ə. Bu da bərabərdir. 3 vıraq 6 bərabərdir 18 olur. Dördüncü sualda da doğru cavab nə olacaq? B variantı var. Beşinci suala baxaq. 8 bucaqlı prizmanın neçə üzü var? 8 bucaqlı prizmadan söhbət gedirsə, üzlərinin sayı, baxın, n plus 2 düsturu ilə hesablanır. N-in yerinə 8 yazıram. 8 üzəri 2 bərabərdir 10-a. Demək, 8 bucaqlı prizmanın 10 dənə üzü var. 5 oldu C. 6 bucaqlı prizmanın neçə təpəsi var? Təpə nöqtələrinin sayı. Təpə nöqtələrinin sayı 2n düsturu ilə hesablanır. 2-ni də vuraram 6 bucaqlı olduğuna görə 2 altım oldu 12. 6-cı sualda da doğru cavab neçə oldu? B variantı oldu. 7-ci suala baxırıq. Dördbucaqlı prizmanın neçə təpəsi var? Dördbucaqlı prizmanın təpə nöqtələrinin sayı 2 vurulsun 4-dür. O da bərabərdir 8 oldu. Deməli, 7-ci sualda doğru cavab neçə oldu? B variantı oldu. Baxaq 8-ci suala. Düzgün 6 bucaqlı prizmanın açılışı verilib və yan üzlər hərflərlə işarə edilir. Prizmanın hansı üzü A üzünə paraleldir? Bax, bu üzə paralel olan
Deyir hansı üzdür? Baxın, bu üzünə qatlayanda bu üz baxın A ilə D bir-birinə paralel düşər. Məncə bu prizmanı qatlasaz, prizma halına gətirsəz A ilə D bir-birinə nədir? Yalnızca hərflər prizmanın yalnızca hansı üzə A-ya paralel bax bu D üzü olacaq. İndi baxırıq misal nömrə 9-a. 9-a deyir ki, prizma açılış verilib, yan üzləri hərflərə görə prizmanın hansı üzü Y üzünə paraleldir? Bax, fikir verin Y üzünə. İndi mən bu prizmanın bağlasam, prizma halına gətirsəm, Y üzü hansı üzə paralel olacaq? Bax, A üzünə. Deməli, 9-cu daha doğrusu 1, 2, 3, 4-cüyə paralel olur da, bax buna. B üzünə paraleldir. Deməli, 9-cu sualda doğru cavab A variantıdır. Baxaq, misal nömrə 10-cu suala. Mayl prizmanın, gəlin mayl üçbucaqlı bir prizma çəkək. Bunu sildik. Bunu da eynisini aşağıda çəkək. Deməli, bizə nə istəyir? Bizdən mayl prizma istəyir. Bax, bura maylidir. Burada maylidir. Bax, burada maylidir. Buraya adlandıraq da A, B, C, A, A1, B, B1, C, C1. Mayl prizmanın yan-tili 12'dir. Bax, bilir ki, yan-til 12'yə bərabərdir. Oturacaq müstəvisi ilə 60 dərəcəlidir bucaq əmələ gətirsin. Oturacaq müstəvisi ilə, bax, bu prizma nə qədər bucaq əmələ gətirir? 60 dərəcə. Burada yazıram 60 dərəcə. Bizə nə soruşur? Prizmanın hündürlüyünü tap. Hündürlük də bax, mayl prizmada H hündürlüyü bax, bir olur da. Bu da olsun bizim hündürlüyümüz. İndi bura 60'dırsa, bura neçə qalır? 30 qalır. 30 dərəcə bucağın qalınca katit hipotenuzun yarısı olduğuna görə bura 12'dirsə olacaq, bax, bu CH məsafə yazırıq buradan. CH bərabərdir oldu 6'ya. İndi bizə daha doğrusu C1 CH də, CH 6'dır. İndi bizə C1 H lazımdır. Bu H hündürlük. C1 H da H-a bərabərdir. C1 H nə tər taparam? 60 dərəcə bucağın qarşısında katit, digər katitin kökdə 3 mislidir. Yəni ki, 6-nı kökdə 3'ə vuraram. Oldu 6 kökdə 3. 10-cu sualda da doğru cavab oldu B variantı. Baxaq misal nömrə 11-ə. Bir dəqiqə qələmi kesirdək. Diagonalı 2 kökdə 3 cm olan kubun tilinidir, tapın. Kubun tili, bax, D kvadrat bərabərdir 3 A kvadratı düsturu ilə hesablanır. İndi D nəyə bərabərdir? A kök altında 3'ə. Kubdan söhbət gedir. Diagonalı verilib 2 kökdə 3 bərabərdir. Deməli, diagonal D özü bərabərdir 2 kökdə 3 imiş. Və bizə D tərəfi tap. O da A kökdə 3 olsa, kökdə 3'lər geçsə A neçə qalar? Müsbət 2 qalar. 11-ci sualda doğru cavab olur Y variantı. Baxaq misal nömrə 12-ci suala. Deməli, 12-ci sualda deyir ki, düzgün dördbucaqlı prizmanın, gəlin düzgün dördbucaqlı prizmanı çəkək. Əvvəla bunu da çəkdik. Bunu da çəkdik. Bunu da silək. Bu olsun bizim prizmamız. Bunları birləşdirək. Bura olsun bir A, bura olsun B, C, bir də D. C, C1, B, B1, A, A1, D, D1. Düzgün dördbucaqlı prizmanın oturacağının sahəsi. Bax, bunun hamısı bərabərdə kvadratdır. Və burada nədir? 90 dərəcələrdir. Deməli, oturacağının sahəsi S oturacaq bərabərdir A-nın kvadratına. Və düzgün dördbucaq oturacağının sahəsi 128 verib. Deməli, A kvadrat bərabərdir 128'dir. Hündürlüyü 12 cm-dir. Yazırıq H bərabərdir 12'yə. Yəni ki, burada nəyə bərabərdir? 12'yə bərabərdir. Prizmanın deyir diagonalını tapın. Prizmanın diagonalı, bax, bu diagonal olsun. D diagonalı. İndi bir D diagonalını tapmaq üçün, bax, fikir verin. Və yaxud da bunu buradan çəkmək olar da, heç bir fərqi yoxdur.
Bax, bu D diaqonalını tapmaq üçün mən neyniyəcəm? Bax, A ilə C-ni birləşdirirəm. Buranı birləşdirdik. Bilirik ki, bu buna perpendikulyarsa, bu da buna perpendikulyardır. Çünki bizə nə deyir? Düzgün dördbucaqlı prizma deyir. Yan tiri oturacağa perpendikulyar olur. İndi bura 12 deyir. AC məsafəsi nəyə bərabərdir? Bax, fikir verin. Bura 90 dərəcədirsə, yazıram. AC-nin kvadratı bərabərdir. A-nın kvadratı plus A-nın kvadratı. Yəni ki, AC özü nəyə bərabər oldu? A kök altında 2-yə. Bax, AC. Niyə görə? Çünki kvadratın diaqonalıdır. Bura olur A kök altında 2. İndi bu prizmanın diaqonalını tapmaq üçün yazırıq D-nin kvadratı bərabərdir. O da hardan? Hansı üçbucaqdan? Fikir verin, üçbucaq CA, C1A, C üçbucağından. Bunu da yazaq da üçbucaq C1A, bir də C üçbucağından D bərabərdir suala. D də burada nədir? Hipotenuzdur. Yine D kvadrat bərabərdir. Katetlərin kvadratları cəmi A kökdə 2-nin kvadratı plus bir də nəyin kvadratı var? 12-nin kvadratı var. Yine D-nin kvadratı bərabərdir. A kökdə 2-nin kvadratı edir 2A-nın kvadratı plus 12-nin də kvadratı 144. O da bərabər olsun. İndi bizə A kvadrat otacağın sayısı 128 vermişdir. Deməli A kvadratın yerinə 128 yazıram. Plus bir də nə var? 144 var. 256, 144, 400 edir. Deməli, D kvadratı özü 400-ə bərabərdirsə, D özü nəyə bərabərdir? 20-yə bərabərdir. Deməli, prizmanın diaqonalı 20 santimetrdir. 12 oldu D variantı. Keçək növbəti suala. Neçəncə sual gəlir? Misal nömrə 13. Yazalım burada 13-ü. Bizə nə deyir? Düzgün altıbucaqlı prizmanın bütün tilləri A-ya bərabərdir. Onun böyük diaqonalını tapın. Düzgün altıbucaqlı prizma deyirsə, bax, birinci altıbucaqlını çəkək. Bunu da səliqəyə salaq buradan. Deməli, bu olsun bizim düzgün altıbucaqlı prizmamız. Buradan birləşdirək. Bunu buradan birləşdirdik. Bunu da buradan birləşdirdik. İndi arxalar onu sizə məlum məsələdə qırıq-qırıq xətlə göstərilir. Onu çəkmirəm, ehtiyac yoxdur. Düzgün altıbucaqlı prizmanın bütün tilləri A-ya bərabərdir. Bax, bura A-dırsa, burada A olur, burada A olur. Onda bu til də A olur. Tillər deyir axı bizə. Hamısı A-ya bərabərdir. Deyir ki, onun böyük diaqonalını tapın. Böyük diaqonal, bax, fikir verin. Böyük diaqonal, bu oturacağın nə idi? Diaqonaldır. Altıbucaqlının diaqonalı. Bilirik ki, altıbucaqlının diaqonalı A kök alt, daha doğrusu tərəfin iki mislinə bərabərdir. Bura olur 2A-ya. İndi eyni zamanda həmin bu prizmanın böyük diaqonalı, bax, hardan keçməlidir? Bax, oturacağın böyük diaqonalına keçməlidir. İndi eyni zamanda, bax, bu R ilə, bu nöqtə ilə, bu nöqtəni mən birləşdirsəm, bax, bura olur 90 dərəcə. Burada A-ya bərabərdir. Nəyə görə? Çünki həmin prizmanın tilinə bərabərdir. Bura kimi məlum məsələ. İndi bizə nə deyir? Diaqonal tap. Diaqonal da bura olsun D-yə. Bunu da adlandıraq da. Bura olsun A, B, C. Bura olsun D, Y. Burada olsun bir E. İndi A var. D, D1 olsun bura. Çünki üçbucaq lazımdır da bizə. İndi hansı üçbucağa baxırıq biz? Üçbucaq D1, DA və yaxud da A, D1 yazırıq. A, D1, D üçbucağında. A, D1 bərabərdir suala. A, D1 nə idi bəs? Həmin altıbucaqlının diaqonalı idi. Onu istəyir. İndi A, D1, D üçbucağından baxın, AD-nin kvadratı yazırıq. AD-nin kvadratı katetdir. Plus D1'in kvadratı, D1'in kvadratı bərabərdir AD1'in kvadratına. Çünki katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olur. İndi AD məlumdur, 2A'dır. Yazırıq yerinə 2A'nın kvadratı
D, D1. D, D1 də A-ya bərabərdir. Yazırıq A-nın kvadratı bərabərdir A, D1'in kvadratına. İndi bizə də A, D1 lazımdır da onsuz da. Yazırıq A, D1'in kvadratı bərabərdir. 2A-nın kvadratı 4A kvadrat eləyir. Plus da A kvadrat üzərinə gəlirik. Onda A, D1'in kvadratı bərabərdir 5A kvadratı olarsa, A, D1 bərabərdir A kök altında 5 tapmış oluruq. Bu da oldu doğru cavab 13-cü sualda A variantı. Baxalım misal nömrə 14-cü suala. Düzgün altıbucaqlı prizmanın bütün telləri yenə A-ya bərabərdir. Onun kiçik, bu səfər kiçik diaqonal istəyir bizdən. Çəkək şəkil əvvəla. Bunu biraz pisildir burada. Deməli, yan tellərini çəkək. Bax, indi bunları birləşdirdik. İndi bizə nə istəyir? Deyir ki, bütün tellər yenə A-ya bərabərdir. Yazırıq hamısına A yazdıq. Və onun kiçik diaqonal. Kiçik diaqonal isə, bax fikir verin, kiçik diaqonal da buradan keçməlidir. Bir dəqiqə. Bunu da başqa xətlə göstərək. Kiçik diaqonal, kiçik diaqonal. Deməli, bax, bu nöqtədən başlasam, bu nöqtədən başlasam. Bura bir A deyək, bura bir B deyək, bura C, C1. A, C1'i birləşdirən bu olur kiçik diaqonalımız. Və kiçik diaqonal özü hardan keçməlidir? Oturacağın kiçik diaqonalından keçməlidir. İndi bunu da tapaq. Bura onsuz da 90 dərəcədə, bu məlum məsələdir. İndi baxıram üçbucaq, üçbucaq. Hansı üçbucaqda? A, C1C, A, C1C'də. Bizə nə lazımdır? A, C1 bərabərdir suala. İndi bir də bilirik ki, oturacağın AC nəyə bərabərdir? Düzgün altıbucaqlıdırsa, A kökdə 3 AC-yə bərabərdir. Bu artıq məlum məsələdir. Birincisi də var. Burada yazıram A kök altında 3-ə. İndi A, C1 özü nəyə bərabərdir? Yazırıq A, C1'in kvadratı bərabərdir. C, C1'in kvadratı üzərinə gəlinsin A, C-nin kvadratına. İndi A, C1'in kvadratı bərabərdir C, C1. C, C1 nəyə bərabərdir? A-ya. Olur A-nın kvadratı plus A, C-nin kvadratı. A, C də olur A kök altında 3'ün kvadratı. İndi yazırıq A, C1'in kvadratı bərabərdir. A-nın kvadratı üstə gəlsin 3A-nın kvadratı. İndi A, C1'in kvadratı bərabər olaraq 4A kvadratına. A, C1 də nəyə bərabərdir? 2A-ya bərabərdir. Deməli, 14-cü sualda da doğru cavab neçə olur? 2A olur. Sonra, baxaq misal nömrə 15-ə. Düz paralelipedinin hündürlüyü 14. Əvvəla düz paralelipedi çəkək. Deməli, bu olsun bizim düz paralelipedimiz. Adlandıraq da buranda. Olsun A, B, C, daha doğrusu. A, B, C, D, D, D1, A, A1, B, B1, bir də C, C1 olsun. Düz paralelipedin hündürlüyü kökdə 14'dür. Bilirik ki, hündürlüyü bax burada kök altında 14'də. Nəyə görə? Çünki oturacaq ilə düz bucaq altında kəsişir. Düz paralelipedin. Sonra ABC oturacağının tərəfləri 3 cm və 4 cm-dir. Bax, bura yazırıq 4 cm, bura yazırıq 3 cm. Bu nə deməkdir? Oturacaq paraleloqramdır. Bu məlum məsələ. AC diaqonalı 6-ya bərabərdir. Yazırıq, bax, buradan verilir. AC bərabərdir 6-ya. Onda buraya yazdım 6. B və D təpələrindən keçən diaqonal kəsiyinin sahəsini deyək.
D və e, D və D-dən keçən diaqonal kəsiyin sahəsi nə deməkdir? Bax, onu da başqa rənglə göstərirəm. Bax, bura var B, B. Fikir verin, burada var D. İndi B ilə D-dən keçəm. Bax, B ilə D-dən keçəm. Diaqonal kəsik. Bax, bunun diaqonalı bir də budur. İndi ümumilikdə paralelepipedin diaqonal kəsiyi, B və D-dən keçən diaqonal kəsiyi, bax, fikir verin, bu rənglədiyim hissə olacaq. Bir dəqiqə. Biraz səliqəli çəkək. Ümumilikdə har olur? Bax, bu hissə olur. İndi bir də bir məlum məsələ var da burada. Bura nədir özü? Bura düz bucaqdır. İndi bizə nə lazımdır? Deyək, diaqonal kəsiyin sahəsi. Həmin diaqonal kəsiyi, burada kökdə 14-dür da, onsuz da. Çünki paralelepipedin hündürlüyüdür bu da. İndi bizə nə lazımdır? Bax, BD diaqonalı. BD diaqonalını tapsaq, o zaman biz nə edərik? BD-ni həmin S diaqonal kəsik bərabərdir. BD-ni vuraram nəyə? Bax, B1-ə. Çünki eni uzunluğa vursam nə edəcək? Bu kəsiyin sahəsi olacaq. İndi yaxşı, bizə indi lazımdır BD. BD-ni necə tapım mən? Bilirik ki, paralelogramda belə bir xassiyyət var axı. Diaqonalların kvadratları cəmi bərabərdir. 2 vuraq A-nın kvadratı üzərinə gəlsin B-nin kvadratına. İndi birinci diaqonalı verib bizə. Neçə vermişdi şərtdə? Diaqonallardan AC diaqonalı 6-ya bərabərdir. Yəni ki, D1 6-nın kvadratı olsun plus D2-nin kvadratı olsun bərabərdir 2 vuraq. İndi A kvadrat plus B kvadrat. 4-ün kvadratı plus nəyin kvadratı var? 3-ün kvadratı var. Yazırıq 4-ün kvadratı plus 3-ün kvadratı. İndi burada kvadratları biraz səliqəli yazaq. Burada kvadratdır, burada kvadratdır. Şimdi bu eder 36 üstə gəlinsin D2'nin kvadratı bərabərdir. 4'ün kvadratı 16 da 9. 25 2'ye vurduq neçədir? 50. D2'nin kvadratı bərabərdir. 50'dən 36 çıxdıq. Qalar 14. D2 də nəyə bərabərdir? Kök altında 14'ə. İndi deməli elə D2 baxın BD özü D2'yə bərabərdir. O neçə oldu bəs? Kökün altında 14'ə. İndi bizə S diaqonal kəsik lazım idi. Diaqonal kəsik bərabərdir. Demişdik ki, BD-ni tapıb vuracam nəyə? BB1-ə. BB1 də onsuz da burada hündürlükdür. Baxın, burada 90 dərəcədir. BD neçə oldu? Kökün altında 14'ə bərabərdir. Bəs BB1 nəyə bərabər? O da kökün altında 14'ə bərabərdir. Bunlar da vuruşaq diaqonal kəsikin sahəsi neçə olar? 14 olar. Deməli, 15-ci sualda da doğru cevap D variantı oldu. 16. sualda bunun eynisidir. Keçək neçənci suala? Misal nömrə 17'yə. Yazırıq misal nömrə 17. Deyir, oturacağın sahəsi 144, hündürlük 14 cm. Düzgün dörbucaqlı prizmanın diaqonalını tapın. Əvvəla düzgün dörbucaqlı prizma çəkək. Tillərdir, bunlar birləşdirdik. Hamısın. Bizə deyir ki, oturacağın sahəsi 144'dür. S oturacağın sahəsi bərabərdir 144'ə. Düzgün dörbucaqlı prizma deyirsə, oturacağı nədir? Kvadratdır. Yəni ki, bunların hamısı 90'dır. Deməli, S oturacaq nəyə bərabərdir? A-nın kvadratına bərabərdir. İndi A-nın kvadratı da bərabərdir. Oturacağın sahəsi bizə 144 vermişdir. Yazırıq A kvadrat bərabərdir 144'ə. Hündürlük neçə verib bəs? Hündürlük verib 14. Bunların hamısı nəyə bərabərdir? 14'ə. Və düzgün dörbucaqlı prizma dediyinə görə bax, burada 90 dərəcədir. Prizmanın diaqonalını tapın. Tutaq ki, prizmanın diaqonalı bu olsun. Fərqi yoxdur. O bir tərəfdən və yaxud da bu bir tərəfdən çəkiləndə eyni nəticəyə gəlib çıxırsınız. Bura A-dırsa, onda burada A-ya bərabərdir və oturacağın diaqonalını çəkək. Səliqəsiz alındı.
Bax, bura olsa bir A, bura olsa B, C, burada olsun bir D. Bilir ki, bu yan tel oturacağın diagonal ile düz buzaq altında kəsişir. D1 olsun, B1, C ise C1. İndi bizə nə lazımdır? Bizə şərtdə lazımdır ki, B D1'i tapın. B D1 bərabərdir suala. Yaxşı, B D1'i tapmaq üçün bura 14 ise, bax, burada 14'dür də. Çünki prizmanın nə idi bu? Hündürlüyüdür. İndi bizə lazımdır ki, üçbucaq B D1'dir. B D1 D üçbucaq. Baxın, B D1 D. O hansı üçbucaqdır? Belə göstərək. Bax, bu üçbucaq. Bu üçbucaqda katet var. Kateti tapa bilərik. Burada katetin biri var. Hipotenuz lazımdır bizə. Yaxşı, indi tapaq da həmin hipotenuzda. İndi bizə BD-ni tapmaq lazımdır. Bax, BD bərabərdir suala. Oturacaq kvadrat olduğuna görə A-nın kvadratı, bax, yazır o, A-nın kvadratı plus A-nın kvadratı, bax, bu A-nın kvadratı. Bu A-nın kvadratı bərabərdir BD-nin kvadratına. Pifagor teoremi. İndi A kvadratı bizə vermişdi. Axı, A kvadrat neçədir? 144. Yazıram 144, üstə 144 bərabərdir BD-nin kvadratına. İndi BD-nin kvadratı da bərabərdir 288 olar. İndi bir də üçbucaq A, B, D1, D üçbucağında bizə lazımdır nə? BD-nin kvadratı üstə gəlinsin. Sərgə yazaq. BD-nin kvadratı üzərinə gəlinsin. Sonra nə var? D1'in kvadratı, D1'in kvadratı bərabərdir BD1'in kvadratına. Yəni ki, bu üçbucaqda, baxın, Pifagor teoremini tətbiq edir. İndi eyni zamanda BD'nin kvadratını 288 tapmışam. Yazıram 288 üstə. D1 nəyə bərabərdir? Bax, fikir verin, bura 114-də. 14'ün kvadratı neçə edir? 196 eləyir. Sonra o nəyə bərabərdir? D1'in kvadratına. İndi Pifagor teoremini tətbiq elədik. Bura kimi hər şey məlumdur. İndi qalıb nəyimiz? Hesablamağımız. İndi BD1'in kvadratı da yazıram. BD1'in kvadratı bərabərdir 4, 8, bu da 4, 484. Deməli, BD1 484'ün kökü neçə eləyər? 22 edər. 22 santimetr oldu. Deməli, 17-ci sualda doğru cavab neçə qalır? A variantı qalır. Keçək növbəti suala. Neçə gəlir? Misal nömrə 18. Şərtdə deyir ki, yazaq buradan 18. Deyir, tili A olan kubun təpəsindən diagonalına qədər məsafəni tapar. Əvvəla kub çəkək bir dənə. Bunda eynisini aşağıdan çəkək. Bu olsun bizim kubumuz. Bax, buradan bura məsafə var. Buradan bura məsafə. Buradan bura məsafə. Buradan bura məsafə. Səliqəli çəkək. Deməli, bura olsun bir A, B, C, bir də D. B1 var, C1 var, A1 var, bir də D1 var. Deyir, tili A'dır. Əgər tili A'dırsa, bunun bütün tilləri, bütün tərəfləri nəyə bərabərdir? A'ya bərabərdir. Kubun təpəsindən diagonala qədər məsafə. Əvvəla kubun diagonalını çəkirik. Bax, fikir verin. Bu diagonalı çəkdim. Bu bizim nəyimizdir? Kubun diagonalı. Yəni ki, B D1 bərabərdir D kub. Kubun diagonalıdır. İndi eyni zamanda oturacaq kvadrat olduğuna görə, bax, bu kvadratın nəyini çəkirəm buradan? Diagonalını çəkirəm. Deməli, BD-də bərabərdir. Burada D amma kvadratdır. Kvadratın diagonalı. Bura A'dırsa, bax, burada A'dır. Bura 90 dərəcə. A,
Pifagor teoreminə görə bura neçə olmalıdır? A kök altında 2 olmalıdır. Bu məlum məsələ. İndi eyni zamanda baxın D1 özü də D1 özü də kubun tilinə bərabərdir axı. Bu da A olur. Bax burada yazıram A-ya. Şimdi bax bura perpendikulyardır. Kubun tili oturacağa perpendikulyardır. İndi hansı üçbucağa baxıram? Bir dəqiqə. Bir də BD1. Bizə lazımdır BD1. BD1 özü bərabərdir. Kubun ümumiyyətlə diaqonalı nəyə bərabərdir? Hansı düsturdan hesablanır? A kök altında 3 düsturundan hesablanır. Deməli burada neçə oldu? A kök altında 3 oldu. Bu da məlum məsələ. Bu kubun diaqonalıdır, bu da kvadratın. İndi mən burada nə edəcəm? Bizə nə istəyir? Bizə deyir ki, kubun təpəsindən diaqonala qədər bir məsafəni tap. Bu hansı məsafədir? İndi baxaq. Bax, kubun təpəsidir bu. Bu da kubun diaqonalıdır da. İndi həmin diaqonala qədər məsafə, bax, bu məsafə olar. Burada olsun hansı? 90 dərəcə. İndi mən baxıram nəyə? Fikir verin, diqqətlə fikir verirsiniz ümumiyyətlə. B, yazaq da, üçbucaq B, D1D, B, D1D. Özü perpendikulyardır DC-yə və yaxud da DB-yə və s. Bu düzbucaqlı üçbucaqdır. Yazırıq düzbucaqlı üçbucaq. Hansı üçbucaqdır? Bax, onu da göstərirəm. Bax, bu üçbucaq. İndi bu üçbucaqda bizə nə lazımdır? Bizə lazım olan, bax, bu H hündürlüyüdür. Bilirik ki, DD1, DD1 və DB olacaq katetlər, katet. Bir də BD1 nə olur? Burada BD1 üçbucaq, BD1 deyir, düzbucaqlı üçbucağında da. BD1 isə hipotenuzdur. Hipotenuzdur. İndi katetlər məlum, hipotenuz məlum. Hündürlüyü tapmağa nə var ki? Düzbucaq təpəsindən hipotenuza hündürlüyü çəkilibsə, onda yazırıq H bərabərdir. Katetləri vuraram, onlar A vurulsun. A kök altında 2 bölünsün A kök altında 3-ə. Katetləri bir-birinə vurub hipotenuza bölsəm, həmin bu H hündürlüyünü tapmış oluram. Vəssalam. Bu da bərabərdir. Bu A-nın A-nın biri geçsə, qalır A kök altında 2 bölünsün kök altında 3-ə. Hər tərəfin kökdə 3-ə vursam, olur A kökdə 6 bölünsün 3. Bax, həmin kubun təpəsindən diaqonala qədər məsafə A kökdə 6 böl 3-ə bərabər imiş. 18 oldu. Doğru cavab D variantı. Keçək növbəti suala. Neçəncə sual gəlir? Misal nömrə 19. Baxaq görək 19-a nə deyir bizə? Deyir tili A olan kub. Kub deyirsə kubu çəkək. Əvvəla ilk növbədə şəkli çəkməliyik. Bu olsun. Birinci oturacağımız, bu da birinin də altından eynisini çəkək. İndi bunları tilləri birləşdirək. Təpə nöqtələrin yəni ki. Bu olsun bizim kubumuz. Yazıram bura A, B, C, burada olsun D. Burada olacaq D1, bura olacaq A1, bura olacaq B1, bura olacaq C1. Tili A olan kubun diaqonalından əvvəla kubun diaqonalı nəyə bərabərdir? A-ya bərabərdir. Və bütün üzləri nədir bunun? Kvadrat. Onunla kəsişməyən tilinə qədər məsafəni tapın. Aha. Əvvəla kubun diaqonalını çəkək. Bax, bu olsun bizim kubun diaqonalı. Bu məlum məsələ. Deməli, BD1 yazıram. BD1 bərabərdir D nəyə? Kuba. Bu oldu bizim kubun diaqonalı. İndi eyni zamanda burada neyniyək biz? Kəsişməyən tilə qədər məsafə deyir. Bununla bunu birləşdirək, diaqonalları birləşdirək. Bu da AC diaqonalı olsun. İndi AC diaqonalı özü nəyə bərabərdir? Bəs AC diaqonalı bərabərdir.
Bilirik ki, kvadratın diagonalı a kök altında 2'ye bərabər olur. BD diagonalı nəyə bərabərdir bəs? BD diagonalı da həmçinin a kök altında 2'ye bərabərdir. İndi bizdən tələb olunan odur ki, kubun diagonalından onunla kəsişməyən tilə qədər məsafə. Kəsişməyən til, bax həmin bu diagonaldan, BD1-dən, bu diagonaldan kəsişməyən tilə qədər məsafə. Bax, tutaq ki, bizə nə istəyir? Bizdən bax, bura qədər məsafəni istəyir. Bax, bura olsun 90 dərəcə. İndi burada da bunun eynisini çəksəm, bax, bu diagonalı çəksəm, burada 90 dərəcədə kvadratın diagonalları düz bucaq altında kəsişir. İndi eyni zamanda həmin bu diagonal fikir verin, bura onu da başqa bir ilə göstərək. Bax, belə göstərirəm bunda. Və yaxud heç qırıq xəttləri də biraz normal çəkək burada. Bax, əgərləri AC ilə BD bir-birinə perpendikulyardırsa, o zaman həmin AC perpendikulyar olacaq hansı müstəviyə? Bax, fikir verin. BD, indi onu da göstərəcəm. BD, B1D1, B1D1 müstəvisinə və buna da perpendikulyardır. Bax, buradan da düz bucaq altında kəsişir. Hansı müstəvidir o? Bax, bu müstəvi. Onu da iştiqləyirəm. Deməli, AC diagonalı perpendikulyar olacaq. Bax, bu müstəvinin özünə. İndi buradan bura qədər məsafə, tutaq ki, burada bir O nöqtəsi deyirəm də. İndi AO məsafəsi bərabər olacaq. Burada bir MN desəm, bax, bu MN məsafəsinə. İndi bizdən şərtdə nə deyir də? Kəsişməyən tilə qədər məsafə. Kəsişməyən tilə qədər elə məsafə bizdən elə MN-i soruşur da. MN bərabərdir suala. Deməli, AO məsafəsi MN məsafəsinə bərabərdir. İndi biz AO məsafəsi, İndi bax, fikir verin. AC özü bərabər olur. A kök altında 2'ye. Yaxşı, indi AO nəyə bərabərdir? AO bərabərdir bu diagonalın yarısıdır. Çünki kvadratın diagonalları bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Ona görə də AO bərabər olur. A kök altında 2 bölünsün 2'ye. AO A kökdə 2 bölü 2-dirsə, onda elə MN-in özü də bir-birinə bərabər oldu. Axı, bax, buraya da bura bir-birinə bərabərdir. MN də A kök altında 2 bölünsün 2'ye bərabər olur. Kəsişməyən tilə qədər məsafə A kökdə 2 bölü 2'dir. Deməli, 19-cu sualda doğru cavab oldu Y variantı. Baxaq neçənci suala? Misal nömrə 20-yə. Deməli, bizə verilib düzbucaqlı paralelpetdir. Gəlin, o düzbucaqlı paralelpeti buradan çəkəyin ən yaxşısı. Deməli, bizə lazımdır düzbucaqlı paralelpet. Bunu da eynisini aşağıdan çəkək. Təpə nöqtələri birləşdirək buradan. Olsun düzbucaqlı paralelpetimiz. Deməli, bizə verib A1. Yazıq, daha doğrusu. A-nı bura verib, A1'i bura verib. Sonra B-ni bura verib, B1'i bura verib. Sonra C1, D1, C, bu da olsun D. İndi bizdən nə istəyir? Düzbucaqlı paralelpetdir deyir. Lap yaxşı, AB 8'ə bərabərdir. Onda burada 8 deyir. Baxın, burada 8'dir. Sonra A1 ilə D-ni birləşdirib burada. Bax, bu üç bucaq, həmin üç bucaqda bizə verdi. Sonra nə? Bax, A1 ilə də C-ni birləşdirib. Bax, buranı. İndi bizdən bu üç bucağın sahəsini istəyir. Sonra görə nə verib başqa bizə? A1 4 kökdə 7'dir. Yazıram bura 4 kök altında 7'yə. Sonra AD 12 kökdə 2'dir. Burada yazıram 12 kök altında 2'yə.
Sonra nə verib bizə? Deyir ki, CA1D üçbucağı. Üçbucaq S üçbucaq CA1D'ni deyir tapın. Aha, tapar bunda. İndi burada bu üçbucağı mən necə tapa bilərəm? Əvvəla bax fikir verin, bura 90 dərəcədir. Bura 90 dərəcə olduğuna görə biz nə tapa bilərik burada? A1D-ni tapa bilərik. Çünki yan üzünün diaqonalıdır. İndi S üçbucaqda baxın. S üçbucaq A1, daha doğrusu sahə yox, üçbucaq A1D üçbucağına. A1D üçbucağında hansı üçbucaqdır? Bax bu üçbucağa görə A1D-ni tapmaq olar. Yəni ki, buradan yazıram. Tap A1D-ni. Katetlər məlum. Hipotenuzu tapmağa nə var ki? Onda olacaq AD-nin kvadratı üzərinə gəlinsin. AA1-in kvadratı yazırıq. AA1-in kvadratı bərabər olsun nəyə? A1D-nin kvadratına yazıram. A1D-nin kvadratı. Yine 4 kökdə 7-nin kvadratı edir 16 vur 7 üstə yansın AA1 12-nin kvadratı 12 kökdə 2-nin kvadratı 144 vur 2 bərabərdir A1D-nin nəyinə? Kvadratına. İndi 16-nı da neçəyə vururuq? 112 üstə gəlinsin 288. Bu ellər 400. Deməli A1D-nin kvadratı bərabərdir 400 olsa A1D özü nəyə bərabər olur? 20-yə bərabər olur. Deməli, bax, bu qırmızı A1D oldu müsbət 20. İndi eyni zamanda bizə nə lazımdır? Bizə lazımdır A1C. A1C bərabərdir suala. İndi bir də nə bilmək lazımdır burada? İndi buradan da heç bilməyə yox. Əsas bunu görmək lazımdır. Baxın, A1D ilə yazıram A1D perpendikulyar olur DC-yə. Bax, ADC üçbucağı 90 dərəcədirsə, onda burada nə olmalıdır? Bax, mütləq 90 dərəcə olmalıdır. İndi DC məlum, yazıram S üçbucaq, CA1D, CA1 bir də D, 2-də 1, CD-ni, yəni ki, katetlərin hasilinin yarısı A1D. O da bərabərdir, yazıram buradan 2-də 1, CD olub 8, A1D-də olub 20. O da neçə edər? 80 cm kvadrat edər. Deməli, 20-ci sualda da doğru cavabımız oldu B variantı. 21-ci sualda bunun eynisidir. Baxaq, misal nömrə 22-yə. Təkrar sualları çalışın özünüz yazasınız. Deyir, diaqonalı 20 sm düzgün dördbucaqlı prizmanın. Əvvəla düzgün dördbucaqlı prizma çəkək. Bunun eynisini də aşağı. Təpə nöqtələrini birləşdirdik. Bura oldu A, bura oldu B, C, D. D, D1, A, A1, B, B1, C, C1. Deyir, diaqonalı 20 cm olan düzgün dördbucaqlı prizmanın. Əvvəla bu prizmanın diaqonalını çəkək. Bu diaqonal nəyə bərabərdir? Bizə verib 20 cm. Lap yaxşı. Səliqəli yazaq bunu. Sonra prizmanın yan üzünün diaqonalı 16 cm-ə bərabərdir. Aha. Yan üzünün diaqonalı. Yan üzünün diaqonalı da bax, bura olsun da, bura olsun 16 cm. Paralelpedin hündürlüyünü deyir, tapın. Diaqonal 20-yə bərabərdir. Yan üzünün diaqonalı isə 16. Yadaq ki, bunu da buradan çəkmək olar da, fərqi yoxdur. Burada olsun 16. Düzgün dördbucaqlı prizma dediyinə görə, bax, bura A olsa, bunların hamısı nə olur? A olur. Deməli, indi oturacaqlar orada kvadrat. Bax, bunların hamısı bir-birinə bərabərdir, yəni ki, kvadrat.
Bir də C1 bura olsun H. Deməli C1-ə bərabərdir H demişəm. H prizma. İndi hansı üçbucağa baxaq? Bax fikir verin. Üçbucaq C1BC C1BC üçbucağında Pifaqor teoremini tətbiq edək. Onda olur BC-nin kvadratı, buranın kvadratı üstə C1C-nin kvadratı bərabərdir. Bax bu diaqonalın kvadratına. BC1-in kvadratına. BC1-in kvadratı. İndi o da edir A-nın kvadratı plus H-ın kvadratı bərabərdir. 16-nın da kvadratını neçə edir? 256 edir. 256. Bura kimi məlum. Paralelipedin bizə nəyini istəyir? Hündürlüyünü istəyir. İndi bura H-dırsa, D1 də H-dır da. Bunu yazmaq olar. Sonra indi həmin kvadratın mən neyniyəcəm? Bax, diaqonalını çəkirəm. Bu olsun diaqonala. İndi bax, burada olacaq neçə? 90 dərəcə. Bura A-dır da. Burada 90 dərəcədir. Kvadratın diaqonalı olacaq A kök altında 2-yə. Bu da məlum məsələ. İndi bizə nə istəyir? Paralelipedin hündürlüyü. H paralelipedin hündürlüyü bərabərdir suala. Burada H paralelipeddə belə deyək. Daha doğrusu prizmiya paraleliped nə edir? Şərtdə prizma verir bizə. İndi hansı üçbucağa baxaq? Üçbucaq D1, bir də B üçbucağına. Pifaqor teoremini tətbiq edək. Baxın, D1-in kvadratı üzərinə gəlinsin. D1 D-nin kvadratı, yazıram D1 D-nin kvadratı bərabərdir. D1 B-nin kvadratına, D1 B-nin kvadratına. Yəni ki, katet nə olacaq? Hipotenüs. Bax, bu düzbucaqlı üçbucaq üçün Pifaqor teoremini tətbiq etdik. İndi DB özü nəyə bərabərdir? A kökdə 2-yə kvadratı nə edir bəs? 2A-nın kvadratı. Üzərinə gəlsin. D1D. O nəyə bərabərdir bəs? H. Onun da kvadratı H kvadrat bərabərdir. 20-nin də kvadratı neçə edəcək? 400 edəcək. İndi bir də burada var. A kvadrat plus H kvadrat bərabərdir 256 verir bizə. İndi bizə nə istəyir? Bizdən istəyir ki, hündürlüyü tapaq, H-ı tapaq. İndi bunun hər tərəfini 2-yə vursam, edir 2A-nın kvadratı, üstə gəlsin 2H-ın kvadratı bərabərdir. 256-da nəyə vururam? Bax, hər tərəfi 2-yə vurdum da, edir 512. Sonra olur 2A-nın kvadratı, bir də bunu yazıram da. 2A-nın kvadratı plus H-ın kvadratı bərabərdir. Neçə olub? 400 olub. İndi tərəf-tərəfə bunları çıxaq. 2A kvadratdan 2A kvadrat çıxır, 0. 2H kvadrat çıx H kvadrat. Minus H kvadrat bərabərdir. 512 minus 400. Sonra nə edək? H-ın kvadratı bərabərdir. 512-dən 400 bura 2 qalır. Bura 1, 1. 112-dirsə, H da bərabərdir kökün altında 112-yə. 112 də 7-yə bölünür. 112-ni 16-da. Yəni hardasa 4 kök altında 7 kimi yazmaq olar. Deməli 22-ci sualda da doğru cavab neçə qaldı? A variantı qaldı. 23-cü sual bunun eynisidir. Baxaq biz misal nömrə 24-də. Deməli ABC düzgün üçbucaqlı prizma verib bizə. Aha. Düzgün üçbucaqlı prizmanı çəkək. Deməli bunu da belə göstərək də bu prizmanı. Belə bir prizma çəkək. Daha doğrusu düzgün üçbucaq heç oxşamadı. Bax, belə bir üçbucaq çəksək. Burada biraz sadələşdirmə aparaq. Bunda eynisini aşağı çəkək. Buranı birləşdirdik.
Niye alınmır bu? Şəkillərin yeri biraz səhv düşüb yəqin ki. Aha. Sonra buranı birləşdirdik. Sonra da buranı təpə nöqtələrini birləşdirək. Deməli, ABC yazırıq bura. O olsun A, B, bir də C. Bir də A1, B1, C1. O məlum məsələdə A, A1, B, B1, bir də C, C1. Deməli, prizmasında, üçbucaqlı prizmasında, bu düzgün üçbucaqda bu məlum. Məsələn, AA1, bax AA1 yazacaq buradan. AA1 bərabərdir AB-yə. İndi AA1-ə mən x desəm, AB məsafəsi nə olur? X olur, burada x olur, onda burada x olur. Çünki düzgün üçbucaqda bu 60, 60, 60'da hər biri. İndi sonra buradan deyiniyərəm. Deyir ki, AB1 diaqonalı. Baxaq AB1-ə. Bax, AB1 diaqonalı bura düşür də. AB1. Aha. Onu da başqa rəngdən göstərək. AB1 diaqonalına. Bax, düşdü bura. AB1 diaqonalı ilə AA1, C1C. AA1, C1C müstəviləri arasındakı deyir bucağı tapın. Aha. Müstəvilər arasındakı bucağı bizdən soruşur. Bu diaqonal ilə hansı müstəvidir? Bax, bu müstəvi arasındakı bizdən bucaq istəyir. Burada silək buranı. Şəkil qarşılığı düşüb yaza bilməyəcək. Bax, bizdən istəyir ki, A1, C1C, A1, C1C müstəvisi ilə bax, bu diaqonal arasındakı deyir bucağı tap. İndi burada nə edərəm? İndi B1-dən baxın, bax, buranı nə edərəm? Hündürlüyünü çəkərəm. Bura olsun həmin üçbucağın hündürlüyü. Onda bura hamısı x-dir də. Bunların hamısı x-a bərabərdir. İndi A üçbucaq fikir verək. A1 yazıram A1, C1, B1 bərabərdir H. H A1, A1, B1, C1 üçbucağı. Da bax bura. Buna bir H deyirəm. Bilirik ki, bərabər tərəfli üçbucağın hündürlüyü x tərəfi x-sa x kök altında 3 bölünsün 2-yə bərabərdir. İndi bu hündürlüyü buradan tapdıq. Olur x kök altında 3 bölünsün 2-yə. Bu məlum məsələ. Bax, burada bizim həmin hündürlükdə bu heç. İndi sonra nə edərəm? Sonra bax, bir H olsa, buranı birləşdirərəm. İndi əgərləri B1H, bax, yazırıq B1H perpendikulyardırsa A1 C1-ə, o zaman bu müstəvilər də bir-birinə perpendikulyar olar da. O zaman müstəvi A1 C1 B1 müstəvisi ilə C1 CA müstəvisi bir-birinə perpendikulyar olar. Yəni ki, yazırıq C1 C A1 müstəvisi ilə perpendikulyar olacaq A1 C1 B1 müstəvilərə. İndi bu buna perpendikulyarsa, bu müstəvilər də nədir? Bir-birinə deyir, perpendikulyardır. Perpendikulyardırsa, onda bax, burada nədir? Burada bütöv 90 dərəcədir. İndi bura kimi məlum. Sonra, indi bizdən həmin müstəvilər arasındakı, diaqonal ilə müstəvi arasındakı bucağı deyir. Həmin bucaq da, baxın, bu bucaqda, burada bir alfa deyirəm. Hansı bucaqdır? Bucaq B1 A, bir də hara kimi? H-a qədər demişik də. B1 AH bərabərdir alfa, o da bərabərdir suala. Bura kimi məlum məsələ. Sonra, bura 90-dırsa, indi bu hündürlükdə x-a bərabərdir. Düzgün üçbucaqlı prizma deyir bizə. Burada oldu x. İndi bura nə olacaq bəs?
Baxın A, B1 üçbucağında, daha doğrusu A, B1, B üçbucağında üçbucaq A, B1, B üçbucağında A, B1 bərabərdir. Yazırıq A, B1 bərabərdir. Fikir verin bu üçbucağa. Burada 90 dərəcəsə katet var, katet var. Bir də nəyimiz var? Baxın, bax, hipotenuz var. Ona görə də hipotenuz özü nəyə bərabər olacaq? X kökdə 2-yə. Bu da məlum məsələ. İndi bunu da qırmızı rənglə göstərirəm. Bura olur x kök altında 2. İndi biraz böyük yazaq. X kök altında 2. A1'i də buradan yazım. Qarışıq düşməsin. Bu x'i də heç buraya yazmağa ehtiyac yoxdur. Bunu da silin. Qarşı düşməsin. Bu üçbucağın onsuz tərəflərdir bu heç. Buranı da siləm. İndi fikir verin hansı üçbucağa. Baxın. Üçbucaq. B1H, B1H, baxın. B1H, B1AH1'ə. B1AH1 üçbucağı. Və yaxud da H təpədən başlayır da. H, B1, A üçbucağını. Bu üçbucaqda bizə bu alfa lazımdır. Hansı alfa? B1AH bucağı lazımdır. İndi bizə şərtdə nədən verib? Aksinusla verib. Bilirik ki, sinus. Üçbucaq hansı üçbucaq olsun? Bax, bunun qarşısını yazacaq da. HB1A üçbucağında sinus alfa bərabərdir. Qarşı katet hansıdır? HB1. Bölünsün hipotenuza nisbətən. Hipotenuz hansıdır bəs burada? 90'ın qabağında hipotenuz B1A'dır. Yazırıq B1A'ya. O da bərabərdir. HB1 bizə x kökdə 3 böl 2'dir. X kök altında 3 bölünsün 2. Bölünsün B1A. B1A nəyə bərabərdir? X kök altında 2'yə. O da bərabərdir. Bu x'lar bunlara yaxşı yol. Nə qaldı yerdə? Kök altında 3 bölünsün 2 kök altında 2. İndi hər tərəfini də kökdə 2'yə vursam, eləyək kökün altında 6 bölünsün 4'ə. İndi sinüs alfa burada nəyə bərabər olur? Sinüs alfa bərabərdir. Kök altında 6 bölünsün 4'ə. İndi alfa bucağını istəyirdi. Alfa bucağı bərabərdir. Arc sinus. Kökdə 6 bölünsün 4'ə. 24-cü sual burada neçə elədi? Doğru cavab D elədi. Yəni sual çətin sual deyil. Başa düşəsiz deyə biraz geniş izah verdik. Baxalım misal 25'ə. 25 də bunun eynisidir. Yaza bilməsəz şərhlərdə yazın. Köməkliyi göstərərik. Yəni oxşar sualları çalışın. Hər zaman özünü yaza biləsiniz. Baxalım misal nömrə 26'ya. Deyir ki, tam səthinin sahəsi 24 olan bu nə verib bizə? Kubu verib. Aha. Bu məsafəni deyir tapın. Əvvəla kubun özünü çəkməyi istəyirəm. Çünki bu sualdan 2 dənədir. Birini izah edeyim, birini də özünüz yazarsınız. Və bunun da eynisini aşağıda yaradaq. Təpə nöqtələri birləşdirirəm. A1, B1, C1, D1. Yazırıq A1, C1, daha doğrusu A1, B1, C1, burada olub D1. Tam səthinin sahəsi 24'də. Və bu da nəyə bərabərdir? Kuba bərabərdir. Bax, bunların hamısı kubdur. S kubun tam səthinin sahəsi nəyə bərabərdir? Bura onda olur A, bura olur B, bura olur D, bura olur C. Kubun tam səthinin sahəsi 6A'nın kvadratına bərabərdir. İndi 6A'nın kvadratı bizə şərtdə verir ki, tam səthinin sahəsi 24 olsun. Yazıram 24. Onda A kvadrat bərabərdir 24'ü 6'ya bölümdə qalar 4. A neçə edər? A eləyər 2. İndi burada x demir. Burada oldu hamısı neçə? Bax, bunlar hamısı 2'yə
bərabərdir. Bütün tillər. İndi bizə deyir ki, B1D diaqonalını çəkib. Baxın, B1D diaqonalı buradan çəkilir. Həmən diaqonaldır. C1-dən bu diaqonala qədər məsafəni istəyir bizdən. Bax, bura qədər məsafə. Bu da perpendikulyardır. İndi hər şeyimiz var. Burada olub 2. Bax, bu tilimiz də 2-yə bərabərdir. Bunu da başqa rənglə göstərirəm. Burada olub 2. İndi bu diaqonalı mən necə tapa bilərəm burada? O zaman deməli, üçbucağa fikir versək. Bax, buraya buranı birləşdirərəm. Birləşdirdik. İndi C1D bərabərdir. Bura 90 dərəcə daxil. 2-dirsə, bura 2-dirsə, 2 kök altında 2 olur. Çünki kvadratın nə idi bu? Diaqonaldır. Sonra, indi bura neçə oldu? 2 kök altında 2. Yazırıq bura 2 kök altında 2. Onda bura da 2-yə bərabərdir də. İndi bir də B1D məsafəsinə. B1D məsafəsi bərabərdir kubun nəyinə? Diaqonalına. Kubun da diaqonalı bilirik ki, A kökdə 3 düsturu ilə hesablanır. Tərəf 2-dirsə, 2 kök altında 3 də nədir? Kubun diaqonalıdır. Burada oldu 2 kök altında 3. Bu da məlum məsələ. Kubun diaqonalını tapdım. Bir də belə deyək də, bunu biraz səliqəli göstərək burada. Çünki tam olaraq yaxşı oxunmur. Bu D1 ataq içəri burada. İndi bax, bura neçə olub? 2 kök altında 2 olub. İndi baxaq hansı üçbucağa. Fikir verin, üçbucaq C1, D, bir də B1-ə. Düzbucaqlı üçbucaqda. Bax, burada 90 dərəcəyə mütləq və mütləq bərabərdir. Bizə nə lazımdır burada? C1, burada bir H deyirəm. Bərabər olsun, tutaq ki, C1H. Bax, bu üçbucaqdan bu bizə lazımdır. C1H, burada bərabər daha doğrusu yazılmır da. C1H lazımdır bizə. İndi düz bucaq təpəsindən çəkilən, bax, fikir verin. Düz bucaq təpəsindən çəkilən hündürlüyü tapmaq üçün katetləri vuraram bir-birinə, bölərəm hipotenuza. Yəni ki, buradan C1H-ı tapmaq üçün yazıram C1H bərabərdir. Katetlər hansılardır? B1, C1. Yazıram B1, C1. Vur olsun. Sonra baxın C1D. Yazıram burası C1D. Bölünsün B1D'yə. B1D hipotenuza. İndi B1, C1. B1, C1 nəyə bərabərdir burada? 2-yə bərabərdir. Yazıram 2. Vur olsun. Sonra C1D'ni tapmışıq 2 kökdə 2. Yazıram yerinə 2 kökdə 2. Bir də nə var? B1D var. B1D'də kubun opşi diaqonalıdır. Burada olsun 2 kök altında 3-ə. Kökdəyişlər getsə, hər tərəfin kökdəyişə vursam 2 kökdə 6 bölünsün 3 qalar. 26-cı sualda deməli doğru cavab neçə oldu? A variantı oldu. Keçəyin növbəti suala. Baxın, 27-ci sual bax eynisi ilə özüdür. Bunu özünüz yazarsınız. Baxaq misal nömrə 256-ya. Daha 256 nə idi? 28-ə. Yan səthinin sahəsi 256 olan. Bilirik ki, S yan səthinin sahəsi S yan bərabərdir. Kubun yan səthinin sahəsi 4A-nın kvadratına bərabərdir. Bu məlum məsələ. Nəyə görə? Çünki hər tərəfi kvadratdır. Bax, bu yan səthlər, bax, bunlardır. Hər birinin kvadratı A kvadratdır. Arxada da var, böyrdə də var. 4 dənə kvadratın sahəsi 4A kvadratı eləyir. Bu məlum. İndi bizə deyir ki, 4A kvadrat, Allah köməkləri olsun, deyir, yan səthinin sahəsi 256-dır. Yazıram bunu 256. İndi A kvadrat bərabərdir. 16 bölü 2 neçədir? 264. A neçədir buradan? 8. İndi buradan gəlin baxaq. Sonra şərtdə görüm nə deyir bizə. Deməli, bizə nə oldu? Hər tərəfi
Bu kubun 8 oldu. Hı -hı. Bu məlum məsələ. Deyir ki, kubunda M, N, K ve L nöqtələri uyğun olarak bunların üzlərinin simmetriya mərkəzi. Simmetriya mərkəzi nə deməkdir? Simmetriya mərkəzi yəni ki, bunun düz orta nöqtəsidir. M, N, K, L dördbucaqlısının sahəsi. Bax, bu dördbucaqlının bizdən nəyini istəyir? Sahəsini istəyir. Bax, fikir verin. Buranı çəkdik. Sonra bax, buranı birləşdirirəm. Sonra buranı birləşdirdik. Sonra isə nə vardıq? Bax, buranı birləşdirdik. Bizə nəyin istəyir? Bizdən bu dördbucaqlının sahəsini. Burada 90 dərəcədə hamısı. Bu dördbucaqlının sahəsini istəyir. İndi bax, fikir verin. Mən nə edəcəm burada? K ilə DC-nin ortasını birləşdirirəm. Bura 8-dirsə, onda bura qalır 4, burada qalır 4-ə. İndi eyni zamanda, bax, fikir verin. Bura 8-dirsə, bu da bunun simmetriya mərkəzidir, belə deyək. Bax, buradan simmetriya mərkəzi gəlib düşür bura. Onda burada 4 olur, burada 4 olur. İndi burada bir düz bucaqda M deyək. İndi baxaq üçbucaq KM ilə. KM ilə. 4 var, 4 var. KL'i tapmağı nə var ki burada? KL bərabərdir suala. İndi KL'in kvadratı, yazılır KL'in kvadratı bərabərdir. KM'in kvadratı üstə LM'in kvadratı. KM'in kvadratı üstə gəlinsin LM'in kvadratına. İndi KL'in kvadratı bərabərdir 4'ün kvadratı plus 4'ün kvadratı. Deməli, KL kvadrat bərabər nəyə? 32'yə. Bu məlum məsələ. İndi bizdən bu dördbucağının sahəsini istəyir. Yazırıq S, MN, MN, KL. Bu kvadrat olduğuna görə bütün bax tərəflər hamısını bax bu formada tapanda bu kvadrata bərabərdir. Kvadrat olduğuna görə elə bunun sahəsi KL'in kvadratına bərabərdir və yaxud da NK'nın kvadratı, tərəfin kvadratına bərabərdir. Belə deyək oxşayım. Və KL'in kvadratını nə tapmışıq? 32. Deməli, 28-ci sualda doğru cavabımız neçə olur? 32'yə bərabər olur. Yazırıq S bərabərdir 32. Sonra 28 məlumdur artıq. Baxırıq misal nömrə 29-cu suala. Ölçüləri 3, 4 və 12 olan 12'ye bərabər olan düzbucaqlı paralelipedin diagonalını deyir, tapın. Deməli, düzbucaqlı paraleliped çəkək əvvəla bir dənə. Bunu da aşağı köçürdək. Burada 90 tillər olsun. Deyir ölçülər 3, 4 və 12 olan düzbucaqlı paralelipedin diagonalı. Ümumiyyətlə düzbucaqlı şəklə ehtiyac yox idi. Burada D olsa, D'nin kvadratı bərabərdir A'nın kvadratı üstə yansın B'nin kvadratı üstə C'nin kvadratına. Çünki burada C də nəyə bərabərdir? Elə H-a bərabər olsun, tutaq ki. Yazırıq D'nin kvadratı bərabər ölçülər verib 3'ün kvadratı üstə yansın 4'ün kvadratı üstə gəlinsin neçəyə 12'nin kvadratına. İndi buradan da yazırıq D'nin kvadratı bərabərdir 9 üstə 16 üstə 144. D kvadrat 9'dan 25, 169. D neçə edəcək bəs buradan? 13 edəcək. Deməli 29-cu sualda doğru cavab nəyə bərabərdir? 13'ə bərabərdir. Düzbucaqlı paralelipedin diagonalı bax bu düz üstündən hesablanır. Bura A olsun, burada bir B olsun, burada bir C olsun. Bu diagonalı hesablamaq üçün bax bu düzdən hesablayırıq. Hündürlüğü 7, diagonalı isə 13 olan düzgün dördbucaqlı prizmanın oturacağının sahəsi. Baxaq misal nömrə 30'a. Hündürlüğü verib, yax H bərabərdir 7 verib. Diagonalı isə D bərabərdir 13 verib. Düzgün dördbucaqlı prizmanın oturacağı kvadratdır. Kvadrat. İndi yazırıq
Ümumiyyətlə d-nin kvadratı nəyə bərabər olmuşdu? A kvadrat üstə b kvadrat üstə gəlsin h deyə də ya da yaxud da h-ın kvadratına. Diagonal. İndi oturacaq kvadrat olduğuna görə elə A kvadrat, bax fikir verin, B kvadratına bərabərdir. Onda D-nin kvadratı bərabərdir A kvadrat üzəri A-nın kvadratı üstə gəlsin nəyin? H-ın kvadratı. D-ni neçə verib bizə? D-ni verib 13. Üstə gəlinsin. A kvadrat üstə A kvadrat nə verib bizə? 2A kvadrat. Daha doğrusu üzeri hesab edin. D-ni 13 verib. Bu bərabərdir. D-nin 13-ün kvadratı verir 169. A kvadrat 2A kvadrat plus H-ın kvadrat. H neçədir bəs? 7. 7-nin kvadratı nəyə bərabər? 49-a. İndi 169-dan da biz nə edək? 49-u çıxaq. Yazıram 169 minus 49 bərabərdir 2A-nın kvadratına. Bu deyilər 2A-nın kvadratı bərabərdir 120 eləsə A kvadrat bərabərdir neçə edər? 60 edər. İndi bunun oturacağının sahəsi S oturacaq. Elə bərabərdir A kvadrat. Çünki kvadratın sahəsidir. O da bərabərdir elə A kvadratın 60 tapmışıq da. 30-cu sualda doğru cavab 60-a bərabərdir. Və yaxud da baxın bu sualın üzərində dəyişiklik aparın burada. Bura A olsa, burada A olsa. S nəyə bərabər olur? A-nın kvadratına. Burada həmin hündürlük 7-də, C hündürlüyüdür. Bu da diagonalımızdır. Keçək növbəti suala. Neçə gəlir? 31. 31 də bu sualın eynisidir. Baxaq, misal nömrə 32-ci suala. Əvvəla şəkli çəkmək istəyirəm burada. Şəkli çəkəyin. Deməli, bizə üçbucaqlı prizma verib. Həmin üçbucaqlı prizmanı çəkək burada. Eynisini aşağıdan göstərək. Bir dəqiqə. Bakım gəlsə kifayət edər məncə. Buranı çəkdik. Bu da, bir də buralığı çəkmişik. İndi bizə deyir ki, A, B, C yazırıq. Bura oldu A, B, burada olsun C. Bura olsun B1, bura olsun A1, bura olsun C1. Prizmasının oturacağın kateti 6 olan bərabər yanlı düzbucaqlı üçbucaqdır. Baxın, bura 6-dırsa, onda bura da 6-dır. Və bura neçə olur? 6 kök altında 2 olur. Bu məlum məsələ. Sonra bucaq ABC. ABC-nə 90-dır. Çünki bərabər yanlı düzbucaqlı üçbucağı vermişdi bizə. Prizmanın hündürlüyü isə 8-ə bərabərdir. Bax, burada oldu neçə? 8. İndi bizə nə istəyir? A, B1, C1. A, B1, C1 üçbucağının sahəsi. İndi üçbucağı da buradan göstərək. Bax, bu diagonal verib yan üzdə. Bir də buranı verib. A, B, C-ni verib. Prizmanın oturacağın kateti 6 olan bərabər yanlı düzbucaqlı prizmanın hündürlüyü də 8-ə bərabər olsun. İndi burada nə edək? Deməli, bura 6-dırsa, burada 6-ya bərabər olur. Eyni zamanda bura 8-dirsə, burada 8-ə bərabər olur. İndi baxsaq biz üçbucaq nəyə? A1, B1, bir də A. A1, B1, A üçbucağında bizə A, B1 lazımdır. Yazıram A, B1 bərabərdir suala. Deməli, A, B1-i tapmaq üçün katetlərin kvadratları cəmi, yəni ki, A1, B1-in kvadratı üzərinə gəlinsin. A, A1-in kvadratı bərabər olmalıdır A, B1-in kvadratına. İndi A1, B1 6-da olur 6-nın kvadratı plus A, A1 bizə verib 8, 8-in kvadratı bərabərdir A, B1-in kvadratına. Onda A, B1-in kvadratı bərabərdir 100 olsa, A, B1 nəyə bərabər olur? 10-a bərabər olur. Deməli, bura neçədir özü? Bura 10-a bərabərdir. Bunu da qırmızı ilə göstərək. Bura oldu 10. İndi sonra burada nə göstərmək olar? Bura 6-dırsa, deməli, bura da 6-ya bərabərdir.
İndi fikir verək. Belə bir şey göstərək də burada. Əyərləri bax, bir dənə düz xətt çəkirəm. Düz xəttdə burada mən nə göstərmək istəyirəm sizə. Bax, buradan çəkilən bu perpendikulyar 90-dır. Onda buradan çəkilən də perpendikulyar 90-dır da bunlara. Buradan çəkilən də perpendikulyar 90-dır. Sonra buradan çəkilən də perpendikulyar nədir? 90 dərəcə bərabərdir. Bax, hər tərəfdən çəkilən şeylər 90 dərəcə bərabərdir. İndi əyərləri A1, B1 bir-birinə perpendikulyardırsa, onda çəkilən A1-də bax, bütöv buna perpendikulyar olar. Yəni, bax, bura neçə olar? 90 dərəcə olar. Yəni, bunu da vizual olaraq bu formada göstərdik. İndi 90 var. Bura 6'dır. Bura isə nədir? 10'dur. Pifaqor düzbucaqlı üçbucaq. Hansı düzbucaq? Bunu sizlərə buna ehtiyac yoxdur. S üçbucaq var. A, B1, bir də C1 üçbucağı. Sayəsini tapmaq üçün 2-də 1, AB1 yazıram, AB1 burası, B1, bir də C'yə. Bunu yazdım. O da bərabərdir 2-də 1. AB1'i tapdıqda AB1 nəyə bərabərdir? 10'a. 10 vurulsa. B1 daha doğrusu üzrlü sayın C1. Bax bura. Hansılardır? Bax bu üç bucaqda katetlər. 10'dan 6. Şimdi bu da olsun. B1 C1 de olur 6. 62'ye də böləndə qalar 30 santimetrin kvadratı. Çətin sual deyil, sadəcə hətta sadə sualdır, sadəcə o şəkildə görmək lazımdır. Deməli, keçək növbəti suala. 33 də bunun eynisidir. Baxaq misal nömrə 34-cü suala. Düzgün 7 bucaqlı prizmanın bütün tillərinin uzunluqları cəmi düzgün 7 bucaqlı prizmanın bütün tillərin uzunluqları cəmi 56'dır. Aha. Oturacağın perimetri isə 14 olarsa, bir yan üzünün perimetrini tapın. Deməli, düzgün 7 bucaqlı prizmanın bütün tillərin uzunluqları. 7 bucaqlı prizmadan söhbət gedirsə, oturacaq 2 ədəddir. Və 7 bucaqlı prizmadır. 7 bucaqlıdır. İndi 2 ədəddirsə, 7 bucaqlıdırsa, onda olacaq həmin 7 bucaqlının bir tərəfi A olsa, 7 bucaqlının bir tərəfi A olsa və 7A buraya edir, üzərinə gəlinsin. Oturacaq 2 ədəd olduğuna görə və yuxarıda da alt və üst oturacaq 7A plus 7A plus bir də 7 dənə bunun hündürlüyü var da, belə deyək, 7 tutaq ki, buna da bir x deyirəm. 7 dənə hündürlük bunun qırağındadır. Bu oldu ümumi tillər sayı. Bax, buraya yazıram nə? Tillər sayı. Bunu da cəmi nəyə bərabərdir? 56'ya bərabərdir. Oturacağın perimetri. Oturacaq dedik ki, 7 bucaqlıdır. 7 bucaqlının perimetri ilə 7A'dır da, hamısını toplayacaq. 7A bərabərdir nədir? 14. Deməli, A-nı burada neçə taparıq biz? 28 taparıq. A-nı 28 tapsaq, onda daha doğrusu A-nı buradan 2 taparıq. 28 nə idi? A-nı 2 tapdıq. Gətirib A-nı yerinə 2 yazaq. 7 vur 2, üstə gəlməsin. 7 vur 2, üstə 7x bərabər olsun 56'ya. Şimdi bu deyir 14, üstə gəlməsin 14. 14 üstə 14 28 edir də. 28 üstə 7x 56 olsun. Hər tərəfini 7'yə bölsəm 4 üzəri x bərabərdir 8'ə. X da burada neçə edir? 4'ə. Şimdi bizə nə istədir? Bir yan üzünün perimetrini deyə tap. Bir yan üzünün perimetri. Bir yan üzünün perimetri də baxın. Bax, belə olacaq da. Oturacağın tərəfi A'dır. Bu da hündürlüyü kimi X'dir. İndi bunun bir yan üzdür. İndi 7 dənə yan üzü var. Bunun bir yan üzü budur. İndi burada da P nəyə bərabərdir? P bərabərdir 2 vurulsun A üzəri X'a.
Bax, bu olacaq bir yan üzünün perimetri. 2 vurulsun. A neçədir? A-nı 2 tapmışıq. X da 4-ə bərabər oldu da. 6 2-yə vuranda neçə elədi? 12. Deməli, 34-cü sualda doğru cavab 12-yə bərabərdir. 35 də bunun eynisidir. Baxaq, misal nömrə 36-ya. 9-bucaqlı prizmanın diaqonallarının sayı. Prizmanın diaqonallarının sayı n vuraq n minus 3'dür. 9-bucaqlı dediyinə görə 9 vurulsun 9 çıx 3. 9'dan 3 çıxaran 6 vur 9. Neçə edir? 54. Diaqonal sayı. Oldu 54 dənə. Diaqonalların sayı tillərinin sayından. İndi tillərinin sayı nəyə bərabərdir bəs? Tillərinin sayı da 3 n'dir də. 3 vuraq n. O da bərabərdir. 3 vurulsun 9. Bu neçə edir? 27. Til sayı. Deyir, nə qədər çoxdur? 54-dən 27-ni çıxaranda 54 çox 27 bərabərdir. 27 vahid çoxdur. Deməli, 36-cı sualda doğru cavab neçə olur? 27 olur. 37 eynisidir. Misal nömrə 38-ə baxaq. Bir kubun iki qonşu üzünün bir təpədən çıxan diaqonalları arasındakı bucağın dərəcə ölçüsünü tapın. Əvvəla kubu çəkək. Bunun eynisini aşağıda çəkək. Bu bizim olsun kubumuz. Burada olsun bir A, B, C, burada olsun bir D. D, D1, C, C1, B, B1, A, A1. Deyir ki, kubun iki qonşu üzü, baxın, qonşu üzlər hansılardır? A, A1, B, 1B və B1, B, bir də nədir? C, C1, C, C1. Bunlar oldu qonşu üzlərimiz. Və deyir ki, bir təpəsindən, iki qonşu üzün, bax, bunlar olub qonşu üzərimiz. Bunun təpəsindən çıxan diaqonallara baxaq. Bax, birinci diaqonalımız gəlsin bura. Birinci diaqonal. Bir ikinci diaqonalı təbii ki, bura gedə bilər də. Bax, bu da olsun diaqonal. Deyir, bunlar arasındakı deyir, bucağı tap. Hansı bucaqdır? Bax, bu alfa bucağıdır. İndi eyni zamanda kubun bütün tilləri biri nəyə bərabərdir? Hamısı eynidir. Tutaq ki, A-ya bərabərdir. Bax, bunların hamısı. İndi burada nədir? Bax, bura olub 90 dərəcə. İndi eyni zamanda bura A-dırsa, bu B1A B1 diaqonalı 90 dərəcə olduğuna görə bərabər yanlı düzbucaqdır. Diaqonal olur A kökdə 2-yə. İndi kvadratın diaqonalı olacaq A kök altında 2-yə. Səliqəli göstərək buradan. Neçəyə bərabər olur? A kökün altında 2. Sonra B1C diaqonalına baxın. B1C o da bərabərdir. Bax, burada A-ya bərabərdir, bu da A-ya bərabərdir. Bu da olur A kökdə 2. Onda burada yazıram A kök altında 2. İndi eyni zamanda AC-ni birləşdirsəm. Bax, burada 90 dərəcədə, burada 90 idi. A da burada olur A kök altında 2. Deməli, bu nədir özü? Bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın hər bir bucağı neçə dərəcə olur? 60 dərəcə olur. Deməli, elə bizə nə soruşdu? Bu bucağı istəyir. Bu da 38-ci sualda doğru cavab 60 dərəcəyə bərabərdir. Keçək misal nömrə 39-a. Nə soruşur bizdən? Düz prizmanın oturacağı romdur. Lap yaxşı. İndi həmin düz prizmanı çəkək və bunun oturacağını rom qəbul edək. Yapışdır, yazdıq. Bu olsun həmin bizim düz prizmamız. Deməli, deyir ki, düz prizmanın oturacağı romdur.
Rombun da bütün tərəfləri bilirik ki, bir-birinə bərabərdir. Bura yazaq A. Heç bunları yazmayaq, çünki orada qarşılıq düşür. Deyir, prizmanın diaqonalları, baxın, D1 prizma bərabərdir 11. D2 prizma, bu da prizmatda bərabərdir 2 kök altında 30-a. Hündürlüyü isə H prizma nəyə bərabərdir? 6-ya bərabərdir. Oturacağının tərəfini deyir tapaq. İndi hündürlük prizmanın hündürlüyü deyir 6-dır. Bax, bura 90 dərəcədə. Və oturacaq da nəyə bərabərdir? Oturacaq romba bərabərdir. Birinci halda prizmanı mən nəyini çəkim? Birinci diaqonalını çəkim. Baxın, bu diaqonalı çəkirəm. Sonra və buranı çəkirəm. Burada 90 dərəcədə təbii ki. İndi adlandıraq ən yaxşısı. Bura olsun A, sonra bura olsun B, bura olsun C, bura olsun D. D, D1, C, C1, B, B1, A, A1. İndi fikir verək hansı üçbucağa. Baxın, üçbucaq. Bura bir A desəm, onda burada bir A olur da. Üçbucaq A, C1, C. Yazıram A, C1, C-də. Bizə nə lazımdır? Diaqonal məlumdur da onsuz da. Bura olub 11. Bax, buranı 11 yazmışam. Bizə lazımdır AC. AC o da bərabərdir D, D. D1, D1 nə deyirəm bura? D1 bizə demişdi ki, romdur. Bax, D1 R yazıram da, rom. Bizə AC lazımdır. İndi üçbucaq A, C1, C düzbucaqlı üçbucaq olduğuna görə, bax, fikir verin. Katetin kvadratı bərabərdir hipotenuzun kvadratına. İndi tətbiq edək. Yazıram, AC-nin kvadratı bərabər, daha doğrusu, üstə gəlinsin. 6-nın kvadratı bərabərdir 11-in kvadratına. 11-in kvadratına. İndi AC-nin kvadratı bərabərdir 11-in kvadratı. 121-dir, çıxsın 36, qalar 85. Bu məlum məsələ. Bura kimi yazdı. İndi bizdən nə istəyir? Bizdən A-nı istəyir də. Sonra ikinci diaqonalda verə baxı bizə 2 kök altında 30. Bax, o diaqonalda buradan çəkirəm. Buranda verib bizə 2 kök altında 30-a. Səliqəli yazaq, 30. İndi eyni zamanda bura 6-dırsa hündürlüyü, onda bura da 6-ya bərabərdir. Və həmin, bax, bu diaqonalda buradan çəkirəm. Oturacağın diaqonalı. Burada perpendikulyardır. Onda bax, burada düz bucaqdır. İndi baxıram üçbucaq B1, B, D üçbucağına, düz bucaqlı üçbucağına. Baxın, bax, bu üçbucağa. Pifaqor teoremini tətbiq edək. Yəni ki, bizə nə lazımdır burada? Bizə lazımdır ki, BD. O da bərabər olsun D2 rombuna. Yazırıq buradan rombuna. İndi Pifaqor teoremini tətbiq edək. Olur B, B1-in kvadratı. Yazıram B, B1-in kvadratı üstə gəlinsin. BD-nin kvadratı, katetlərin kvadratları bərabərdir B1, D-nin kvadratına. Hipotenuzun kvadratına. İndi buradan da yazıram B1. B1 bizə neçə verib? 6. 6-nın kvadratı edib 36. Üstə gəlinsin. BD-ni verməyib. BD-nin kvadratı var. Bərabərdir. 2 kökdə 30-un da kvadratı. B1 də 2 kökdə 30 axı. 4. O da eləyər 120. İndi BD-nin kvadratı səliqəli yazaq. BD-nin kvadratı bərabərdir. İndi 120-dən neçə çıxmalıyam? 36. Burada qalar 84-ə. İndi bizə deyir ki, oturacağın tərəfini deyir tap. Bir də. Romda belə bir şey var da. D1-in kvadratı. Yəni ki, ABCD rombunda. Baxın, A, B, C, D rombunda. Yaza bilərəm ki, AC-nin kvadratı. Üstə gəlinsin.
B, D'nin kvadratı beraberdir 4A'nın kvadratı. Bu düstur ne deməkdir? D1'in kvadratı üstəl D2'nin kvadratı beraberdir 4A'nın kvadratına. Şimdi AC kvadratı məlum. Verib bizə 85. Yazıram 85 üstə. BD'nin kvadratına baxın. Olub 84. O da bərabərdir 4A'nın kvadratına. Bu da verir 169 bərabərdir 4A'nın kvadratına. A da bərabərdir 13 bölünsün 2. O neçələr 6,5. Deməli 39-cu sualda doğru cavab rombun tərəfi nəyə bərabər oldu? Bax, A bərabər oldu 6,5-ə. Bunu da burada belə göstərək. Baxaq misal nömrə 40-cı sualımıza. Enbucaqlı prizma üçün uyğunluğu müəyyən edin. Özünüzə sayın. Deməli, birincidə verib ki, n bərabərdir 13 olanda. Təpəsi var, təpəci var, tili var, üz var, təpə var, tili var. Deməli, birinci bir 14 təpəsi var. Təpə nöqtələrinin sayı 2n'dir. 2n. 2'ni vuraram 13'ə neçə edir? 26. Deməli, 26 üzü var bunun. Deməli, 1'ə uyğun gəldi elə D. Sonra 1'ə başqa nəsə uyğun gələrmi? Yox, gəlmir. Baxaq 2'yə. N bərabərdir verib 8. İndi baxaq təpə nöqtələrin sayına. 2 vur 8 neçə edir? 16. 16 dənə bunun nəyi var? Təpə nöqtəsi var. 16 yoxdur. Yaxşı, tilinə baxaq. Tillərinin sayı da 3n idi. 3 vuraq 3 vur 8 elədim isə 24. 24 til var. Bu da təpədir. 24 dənə til gələr 1. 2'yə gəldi 1. Sonra 2'yə nə uyğun gəlir? 10 üzü var. Üzlərinin sayı da n plus 2 ilə hesablanır. O da 8 üstə 2 bərabərdir 10 olar. 10 üzü var. Deməli, C də gəldi. 1'ə uyğun gəlirdi. 2'yə BC. İndi 3'ə baxaq. Çünki burada 14 də var, 30 da var. N bərabərdir 7'dir. Təpə nöqtələrin sayı 2n'dirsə, 2 vur 7 bərabərdir 14 təpə nöqtəsidir. Deməli, 3'ə gəldi A. 30 tili var. Tillərinin sayı da ola bilməz. Axı, tillərinin sayı 3n'dir. 3 7'dən 21 edir. Bu da heç birisine uyğun gəlmir. 1 D oldu, 2 BC, 3 isə A oldu. Baxaq nömrə neçə gəlir? 41. 41-ci sualda bunun eynisidir. Baxaq misal nömrə 42'yə. Yazaq buradan 42'ni. Deməli, ABCD kub verib bizə. ABCD, A1, B1, C1, D1 kubu. Çəkək əvvəla kubu. Bunun özünü avtomatik aşağıdan çəkmək olur. Bu bizim kubumuzdur. Yazaq A, B, C, D. Burada olub A1, bura olub B1, C1, burada olub D1. Kubu üçün uyğunluğu müəyyən edin. A1, C1 ilə BD arasındakı bucaq. Hanı A1, C1? A1, C1 ilə A1, C1 ilə BD arasındakı bucaq. A1, C1 ilə BD. Şəkli düz qurmamışıq deyəsən burada. Deməli, bu şəkildə biraz dəyişiklik yaparaq. Bura olsun A, bura olsun B, bura olsun C, burada olsun D. Onda bura olsun D1, bura olsun B1, bura olsun C, C1. Yenə də BD. BD-ni bəlkə bura salaq. Onda burada olsun bir C.
Bura olsun C1. Burada olsun D1. Deməli bizə deyir ki, A1 C1 ilə yenə də A1 C1 bura düşür də. Aha, A1 C1 ilə BD arasındakı bucaq. Deməli bunun üzərində bir dəqiqə. Deməli A olsun bura, B olsun bura, C olsun bura, D olsun bura. Bura D, D1 olsun. D, D1. Sonra B, B1 olsun. C, C1 olsun. Şimdi bize deyir A1, C1 ilə A1, C1 ilə BD arasında bucaq. Deyir BD bax buradır. BD buradır. Şimdi A1, C1'imiz də bax buradır. Bunlar arasındakı nə istəyir bizə? Bucaq istəyir. BD bura bundan bu eyni olduğuna görə bura nə qalacaq? 90 dərəcə qalacaq. BD arasındakı bucaq BD. Burada B1, D1 ilə BD-yə bərabərdir də. Çünki bizə kub vermişdi. Oldu. Birinciyə nə gəlir? 1'ə uyğun gələcək Y. Sonra 2'yə baxaq. Deyir AC ilə DA1 arasındakı bucaq. AC ilə AC ilə. Şimdi bunu silək. Hani AC'miz? AC ilə DA1 DA1 arasındakı bucaq. DA1 bax budur. Budur. Şimdi AC'ni də mən bura köçürsəm, AC'ni də bura köçürsəm, buradan da bunu bax bu formada bura çəkiriksə, bunlar arasındakı bucaq bax bu alfa bucağı olsa, bilirik ki, bayaqki sualdan da bərabər tərəfli üçbucaqdır. Çünki bura A-dırsa A-dır, hamısı A kökdə 2 olur. Burada A-dırsa A-dırsa burada A kökdə 2 olur. Hamısı A kökdə 2 olduğuna görə bərabər tərəfli üçbucaq olur 60 dərəcə. Deməli 2'yə də uyğun gəlir D. 60 dərəcə. Sonra növbəlisinə baxaq. İndi bunları da silək. Bunu da sildim. Çünki orada paralel köçürtmə ilə gəlmişdi. A, bura B-dir də. Bunu da sildim. Buranı da. Şəkili yenidən çəkmək istəmirəm. Buna vaxt gedir. Sonra bizə 3'də nə deyir? B, D1 ilə B1, D1. B1, D1 ilə bura ilə BC arasındakı bucağı. Bax. Bu məsafəni buradan istəyir də. İndi BC. Elə özü nəyə bərabərdir? B1, C1'ə bərabərdir. Onda bura nə olacaq? 45 dərəcə. Bura 45'dirsə, onda burada 45'dir və bunlar bir-birinə bərabərdir. Bərabər olduğuna görə AC ilə bucaq AC ilə hani AC ilə deyir ki B1 C1 arasındakı bucaq bərabərdir. B1 C1 ilə bəli bucaq bərabər olur. Deməli bura B uyğun gələcək. Sonra bir də C uyğun gələcək də 45 dərəcə. Sonra deməli 1 Y oldu, 2 D, 3 isə BC oldu. Keçək növbəti suala. Neçəncə sual gəlir? Misal nömrə 43. Deyir ki, düz prizmanın oturacağı romdur. Əvvəla düz prizmanı çəkək. Deməli, bu olsun bizim düz prizmamız. Birində altından eynisi. Köçürdük bura. Deyir, indi bunun oturacağı nəyə bərabərdir? Romba bərabərdir. Hani çəkdik hamısını. Bunlar niyə belə düşür? Belə baxaq. İndi düzəldi. Təpə nöqtələrini birləşdirdik. Bizə nə deyir? Deyir, düz prizmanın oturacağı romdur. Bax, bura romba bərabərdir. Sonra diagonalları 10 və 16'dır. Deməli, prizmanın D1 bərabərdir 10 olsun, D2 bərabərdir 16. Bunlar
prizmanın da prizma hündürlüğü de 4'e bərabərdir. Onun oturacağının tərəfi. Bayaqki sualın eynisidir də artıq. İndi yenə də baxın bax, neyniyəcəm burada? Yəni bu sualdan izah eləmişik. Bura olsun D. D1 daha doğrusu. Bura olsa 10, bura olsa 10. Bax fikir verin, bu düz bucaqlı üst bucaqdan bu AC-nin uzunluğunu tapa bilərəm. Yazıram AC kvadrat bərabərdir. Bərabərdir. Hündürlüyü də 4 verib də bizə. 10'un kvadratı çıxılsın neçə? 4'ün kvadratı. İndi AC kvadrat nəyə bərabərdir? 100-dən 16 çıxanda yazıram 100 minus 16. AC kvadrat özü bərabərdir 84'ə. İndi eyni zamanda bax bu diagonalı buradan çəksəm, bir də bunu da səliqəli çəkək. Bax bu diagonalı çəksəm, AC bax bura B, bir də D olsa, indi BD-nin kvadratı bərabərdir. Bax bilir ki, bura 4 ise bura da 4'dür. Onda bura düz bucaqdır. İndi buranda neçə vermişdi? 16 vermişdi. BD-nin kvadratı bərabərdir 16'nın kvadratı minus 4'ün kvadratına. İndi yazırıq BD-nin kvadratı bərabərdir 16'nın kvadratı 256 minus 16 qalar. İndi BD-nin kvadratı da bərabərdir. 6'dan 6 çıxdı 0, 5'ten 1 çıxdı 4, 240 olar. İndi sonra nə istəyir bizdən? Rombun oturacağın tərəfi də, hə. Bax, bura olsa A, burada olsa A. İndi AC-nin kvadratı, yəni ki, D1'in kvadratı, üstə gəlinsin BD-nin kvadratı nəyə bərabərdir romda? 4A'nın kvadratına. İndi AC 84'dir, üstə gəlinsin BD-nin kvadratı 240'dır, o da bərabərdir 4A'nın kvadratına. Hər tərəfini 4'ə bölsəm, eləyəcək 21, üstə gəlinsin 60, bərabərdir A kvadratından. A kvadrat 81 eləsə, A da neçə eləyər? Müsbət 9 eləyər. Deməli, 43-cü sualda doğru cavab 9 santimetrə bərabərdir. 44-cü sualda eynisidir. Baxaq, misal nömrə 45'ə. Bizə nə istəyir? 45'də düz dördbucaqlı prizmanı. Aha. Oturacağı yan tərəfləri 5, oturacağı yan tərəfləri 5. Oturacaqları 2 və 8 olan bərabər yanlı trapesiyadır. Aha. İndi bərabər yanlı trapesiya çəkək. Bir dənə. Bu formada göstərsək mənə gəlir daha yaxşı olar. Buradan köçürək, gətirək altından, yapışdıraq. Biri də belə olsun. Buna da təpə nöqtələrini birləşdirdik. Bura ilə bura birləşdirək də belə deyək. Bura ilə buranı birləşdirək. Bura ilə də buranı birləşdirək. İndi bu oldu bizim prizmamız. Biz düz dördbucaqlı prizmanın, baxın da bura 90 dərəcədir, bu məlum. Məsələ, yan tərəfi 5'dir. Bax, bura 5 deyir. Oturacağın yan tərəfi 5 deyir. Oturacaqları isə 2 və 8'ə bərabərdir. Trapesiyadır. Prizmanın hündürlüyü kökdə 23'dür. Bax, bura yazıram kök altında 23 hündürlüyə. Diagonalının uzunluğunu deyir tapın. Baxın, prizmanın diagonalı adlandıraq da bunu. Bura olsun A. Bura olsun B, C, bir də D. A, A1, D, D1, B, B1, C, C1'dir. İndi mən prizmanın diagonalını çəkirəm. Bax, C1 ilə A-nı birləşdirirəm. Birləşdirək bunu. Bax, bura oldu AC1. Prizmanın nəyi? Diagonalı. Yəni bizdən AC1 bərabərdir sualdır. İndi eyni zamanda AC1'i tapmaq üçün, bax, buraya ilə bura 90'dırsa, onda A ilə C-ni birləşdirsəm, onda burada 90 olur da. Aha. İndi mənə lazımdır AC-nin uzunluğu. Bax, bu AC uzunluğunu tapsam, Pifagor teoreminə görə üçbucaq AC1C-dən, AC1C-dən tap
Nəyi? E, Daha doğrusu bura 8 yox. Bax, bura 8-dir. Hə, üsbucaq A C1 C-dən deyir nəyi tap bizdən? A C1-i tap. A tap A C1 bərabərdir sual. Burada slayderdən təkrar olmasın. Şimdi burada nə edəcəm mən? Onu da bir başqa rəylə göstərirəm. Bizə A C-ni tapmaq lazımdır. Bax, buradan bir dənə hündürlük yendirirəm bura. Çünki bərabər yanlı trapesiyadır ona görə. Bax, buradan da bir hündürlük yendirirəm. Şimdi bura 2-dirsə, burada 2 olur. Şimdi eyni zamanda bura olsun H. Heç bunu da yazmayayım, biraz qarışıq düşür də. 8-dən 2 çıxan 6, bura nə qalır? 3, onun da burada 3 qalır da. Daha doğrusu, bura 3 edir, 5. Baxın, Pifaqori teoreminə görə bura nə oldu? 4 oldu. İndi çəkdiklərimi, bax, bu hissəni silirəm. Buranı sildim, bir də buranı sildim. Nəyə görə silirəm deyəcəm. Bura 2 qalmışdı, burada 3 yeddə. 2 ilə 3-ün cəmi nə oldu? 5 oldu. Burada bir H desəm, HC məsafəsi bərabərdir 5 sm olur. Deməli, burada nə oldu? Burada oldu 5. İndi mən hansı üçbucağa baxıram? Baxıram üçbucaq. Burada deyəsən yaxşı görsənmir. Baxıram üçbucaq. Fikir verək. Bax, bu üçbucağa diqqət yetirin. Oturacaqdakı üçbucağa da. Bax, buradan 5-in kvadratı. Üzərinə yazın 4-ün kvadratı bərabərdir AC-nin kvadratı. Tapmaq olar da. Yazıram H. Hansı üçbucağa əsasən? Üçbucaq, düzbucaqlı üçbucağa. Yəni ki, burada AH özü perpendikulyardır nəyə? HC-yə. Bir də üçbucaq yazırıq AHC. Buradan tap. AC-yə. AC bərabərdir suala. İndi AH-ın kvadratı həmin üçbucaqda üstə gəlin HC-nin kvadratı bərabərdir AC-nin kvadratına. İndi AH neçə verib? 4. Kvadratı neçə oldu? 16. Üstə gəlin HC 5-dir. 2 kvadratı 25 bərabərdir AC-nin kvadratına. İndi AC kvadratı bərabərdir 16 ilə 25-in cəmi edir 41. İndi AC-nin kvadratı, indi bir də AC1 C-dən biz tapmalıyıq AC1-ə. İndi o necə taparam? Baxın, AC-nin kvadratı yazıram buradan. AC-nin kvadratı hansı üçbucağa? AC1 C üçbucağında. Baxın, bax bu üçbucaqda AC1 tapmalıyam. Yazıram AC-nin kvadratı üstə CC1-in kvadratı. CC1-in kvadratı bərabərdir AC1-in kvadratına. Yəni ki, katet hipotenuz. İndi AC-nin kvadratı bizə məlumdur. Verib bizə 41. Üstə gəlin. CC1. CC1 nəyə bərabərdir? 23-ə. Kökdə 23-də. Kökdə 23-ün kvadratı da elə bizə nəyi verir? 23-ü verir. O da bərabərdir AC1-in kvadratına. İndi AC1-in kvadratı bərabərdir. Bu 4 elədir. 4-ün 2 6. 64 ise deməli AC1 nəyə bərabərdir özü? 8-ə bərabərdir. Bizim AC1 istəmirdi. O da 8-ə bərabərdir. 45-ci sualda deməli doğru cavab neçə oldu? 8 oldu. 46 da bunun eynisidir. Çalışın onu da özünüz yazasınız.